Rusiyanın mümkün hücumu zamanı Şimali Atlantik Alyansının şərq cinahına istiqamət götürəcək 10 minlərlə əskəri Berlin tez bir zamanda təchizatla təmin etməlidir. Bundeswehr hazırda ölkənin ən böyük dəmir yolu operatoru, ən böyük avia şirkəti, avtomobil və silah istehsalçısı olan şirkətlərlə silahlı qüvvələr, sursat və hərbi texnikanın daşınması imkanlarını müzakirə edir. Həmçinin nəşrin iddiasına görə Almaniya rəsmi olaraq Rusiya ilə müharibəni real ssenari kimi nəzərdən keçirməyə başlayıb. Almaniyanın indiki məqamda hərbi sahəyə böyük yatırımlar etməsinin iki əsas səbəbi var. Birincisi, qoca qitəni yarı yolda qoyan Birləşmiş Ştatlardan hərbi asılılığı azaltmaqdır. Digəri isə Ağ Evin dəstəyi olmadan da Avropanın öz ayaqları üstündə dura biləcəyini Moskvaya göstərməkdir. Və bütün bunları nəzərə alaraq eyni zamanda bu Rusiyanı qorxutmaq məqsədi də daşıyır. Çünki Rusiya görməlidir ki, Amerika Birləşmiş Ştatları olmasa belə Berlin Avropanın hərbi qüdrətini bərpa